Paytaxt Tbilisinin tarixi incilərindən biri də Tbilisi Cümə məscididir. Əməkdaşlarımız memarlıq abidəsi və müsəlmanların əsas ibadətgahı olan Tbilisi Cümə məscidindən reportaj hazırlayıblar, gəlin izləyək. Tbilisi Cümə məscidinin İtalyan arxitektor Giovanni Scuderinin layihəsi əsasında inşa olunduğu bildirilir. Məscidin sahəsi 1864-cü ildə əhəmiyyətli dərəcədə genişləndirilib. Bəzi mənbələrə əsasən 1889-cu ildə məscid binasının möhkəmləndirilməsi məqsədi ilə yenidən qurma işləri həyata keçirilib. Tbilisi Cümə məscidi dünyada mövcud olan digər məscidlərə bənzəmir. Belə ki, kərpicdən olan tikilidə İslam və neogotika memarlığı elementlərinin qarışığından və mozaika naxışlarından istifadə olunub. Məscidin tikintisinə görkəmli Azərbaycanlı mesanat, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin də yardım göstərdiyi bildirilir. Bu məscidin tarixi desək 17-ci əsrlərə denk gəlir. Bu yerli buradakı Azərbaycanlıların vasitəsilə tikintisi başlayıbdır, təməli qurulubdur və o zamanın yəni çox xeyriyyəçilərindən Hacı Zeynalabdin Tağıyev bildiyiniz kimi dünyanın hər bir yerində o adamın ibadət evlərində, məktəblərdə, xəstəxanalarda öz yardımı vardır. Buraya da onun yardımı bu məscidin tikintisinin tamamlanmasında böyük yardımı olubdur. Tbilisi Cümə məscidinin özəlliklərindən biri də ondan ibarətdir ki, bina inşa olunandan bu günədək hər iki ənənəvi məzhəbin nümayəndələri üçün minbərlər olub və bu gün də bu ənənə davam edir. Bilirsiniz, Tiflisdə hal-hazırda bir məscid var, bu da bu məsciddir. Bu məscidin çox özəllikləri vardır. Bir də odur ki, məzhəbindən asılı olmayaraq burada həm Şiə cəmaatı, həm Əhl-i-Sünnət cəmaatı bir yerdə ibadət edirlər. Bu da bu tolerantlığın, düzdür, mən o cümlələri çox sevmirəm, bu multikulturalizm. Biz onu daha çox qardaşlıq deyək, dostluq deyək. Məscidin 8 güşəli minarəsi isə Tbilisinin köhnə tarixi hissəsinin mənzərəsində xüsusi diqqət cəlb edir. Minarənin üzərindəki ayparanın qızıl suyuna çəkilməsinin tarixi haqqında 24 News xəbər portalına meydan sakini dəmir ustası Tamaz Calaxaniya məlumat verib. O meydanda Azərbaycanlılarla birgə yaşadığı üçün Azərbaycan dilində də səlis danışır və bu tarixi belə izah edir. Gəldi mənim yanıma Molla Vaqif, deyir Tamaz qurban olun, gedək deyir, mənim işim var səndən. Gətirdi məni göstərdi ki, dedi ki, ayıq lazımdır taxmaq, orada qaymaq, taxmaq. Özündə, gərək özün yaparsan bunu. Dedim, yaxşı qardaş. Hər şey qayırdıq, bu qızılla barada, hadi bir 10-15 yoxsa 20 qram, indi bilmirəm neçə idi qızıl aldım. Onunla hər şey yapdıq, qayırdıq. O da ondan sonra durğuzluq olub. 2-3 adım çıxdıq yuxarıya, öz yerinə, nətər lazım idi, elə yapdıq o yeri. Tamaz Calaxaniya Tbilisi Cümə məscidində keçən öz uşaqlıq xatirələrini də bizimlə bölüşüb. Anadan oldum bu məhəllədə, meştin yanında, mənim evim buradadır. 1939 ildə anadan oldum da belə. Yaşayıram burada, o vaxtdan sonra həmişə mən gedirdim meçdə, mənlə beraber hər uşaqlar, məhəllədə nə uşaq vardı, Rus, hər millətinə, Çin vardı, balaca mənim yoldaşlarım gedirdik meçdə, hər vaxt saxsı-baxsı var idi, hər vaxt bir şey var idi. Biz də gedib baxırdıq da, nə olur, nə uşaq idik. 10 il, 11 ildə idik belə onda. Bəlkə də 12 il. Bu yerdə qəbirstanlıq vardı. Botanski bağ var. O yerdə müsəlman qəbirstanlıq vardı. O vaxt. Biz orada gedirdik, baxırdıq. Burada gedirdik, Bekişdə gedirdik. Elə oldu ki, biz gedəndə bizi qovalamırdılar. Meçiddən demirdilər bizə ki, gedin buradan, nə işiniz var ora bura. Biz də ondan sonra çox sevdik bu yeri ki,
Biz uşaq idik, gedirdik, baxırdıq. Qeyd edək ki, Tbilisi Cümə məscidi bu gün də geniş fəaliyyət göstərir. Xüsusilə cümə günləri və bayram namazlarında böyük izdiham müşahidə olunur.